Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əziz dostlarımız, biz hərflərin sifətləri ilə də tanış olduq. İnşallah biz bu bəhsimizdə hərflərin əhkamları ilə tanış olacaq. Əhkama bir neçə hərf var ki, bunların xüsusi hökmləri var. Məsələn, nun və tənvin bəhsləri ki var, bunların bir neçə hökmləri var. Yəni buna sakinli nun və tənvin bəhsləri deyirlər və o cümlədən sakinli mim və onun hökmləri. Bunlar hamısı və ya vəqf və ibtida, bunlar hamısı hökm üzərində gedən bir bəhslərdir. Biz əvvəldə qeyd elədik təcvidin bir sözlə tərifində təcvid nə deməkdir? Təcvid lüğətdə gözəlləşdirmək mənasını ifadə edir. İstilahi mənasında, yəni elmi mənasına gəldikdə, onda qeyd elədik ki, təcvid hərflərin məxrəclərini düzgün əda eləməyə deyirlər, hərflərin sifətlərini düzgün əda eləməyə deyirlər, hərflərin əhkamından ibarətdir və s. Biz və ya vəqf və ibtida, bu özü də elə vəqf və ibtida əhkam bəhsinə aid olan bir məsələdir. Biz məxrəclərlə tanış olduq. Qeyd elədik ki, məxrəc hansı hərflər harda və necə, bu izah eləmək istəmirəm. Sifətlərlə də həmçinin tanış olduq. Bunların hamısının üst-üstə, yəni gəldikdə, biz əgər bunlara riayət eləsək, məxrəclərə, sifətlərə, hökmlərə, onda biz kamil bir Quran oxuyan, ərəb ləhnində Quran oxuyan şəxs olarıq. İnşallah bu bəhsimizdə bizim idğamdan ibarətdir, əziz dostlarımız. İdğamı əvvəldə biz izah edəcəyik ki, idğam özü də bir neçə hissədən ibarətdir. Hərflərin bir-birinə olan münasibətləri, sakinli nunun və tənvinlərin 28 hərfə olan münasibətləri və ya sakinli mimin 28 hərfə, yəni daha doğrusu 27 hərfə olan münasibətlərindən bəhs olunacaq. Amma biz gəlin əvvəldə idğamın mənasını, idğam nə deməkdir? Bunu sizə kitab üzündən oxuyaq və izah edək ki, sizdə Play Marketdə olan Təcvid Elmi 1 adlı kitabı da inşallah, yəni onun üzəri ilə izləyə-izləyə bu dərslərdə inşallah dərslərdən istifadə edə bilərsiniz. İdğamın mənası, idğam lüğətdə daxil etmək deməkdir. Daxil etmək, bir şeyi bir şeyə keçirmək. Təcvid elmində isə iki hərfi bir-birinə daxil etməkdən ibarətdir. Yəni idğamın mənası daxil etmək, nəyi? İki hərfi bir-birinə daxil etmək. Yəni əslində indi bu idğamın faydasında bunu deyəcək ki, niyə biz iki hərfi bir-birinə daxil edirik? Əsasımız nədir və ya hansı səbəblərə əsasən biz bu işi görürük? İdğam edərkən birinci hərfdən əsər əlamət qalmamalıdır və ikinci hərf müşəddəd, yəni təşdidlə oxunmalıdır. Birinci hərfə müdğəmun mudğəm, ikinci hərfə mudğəmun fi. Yəni birinci hərf idğam olan, ikinci hərf idğam olunmuş hərf hesab olunur. Məsələn, qad dəxalu kəlməsində iki dənə dəl hərfi yan-yana olur və idğam olur. Biz birinci dəl hərfin ikinci dəl hərfinə daxil edirik və təşdidlə, yəni şiddətlə oxuyuruq. Olur qad dəxalu, qad dəxalu. Bu idğamın tərifi və ona olan misalımız. İdğamın faydası. İdğam edərkən bizə hansı faydaları verir? İdğamın faydası tələffüzdə asanlıq yaratmaq, yəni tələffüz olunmuş hərfi fasiləsiz və ara vermədən bir daha təkrar etmək və yaxud məxrəcdə ona yaxın olan həmcins hərfi təkrarlamaq danışıq orqanları üçün çətin olduğu üçün idğamdan istifadə olunur. Əziz dostlarımız, idğam hərflərin təkrarın aradan qaldıran bir hökmdür. Məsələn, qad dəxalu, bu dilin özündə bir çətinlik yaradır. Yəni təkrarçılıq bir sözlə.
Dil ağızda bir sözlə ilişir. Ona görə birinci hərfi, yəni eyni cinsdə hərfin birin götürülür və əvəzində ikinci hərfin üzərinə, yəni mudğam fihin üzərinə nə qoyulur? Təşdid qoyulur və bu yolla da o çətin tələffüzü aradan qaldırmaq olur. Amma biz bu idğamın tərifindən sonra biz bilməliyik, hərflərin bir-birinə olan münasibətləri hansı idğam adlanır? Məsələn, biz birinci misalımızda, qaddəxalu kəlməsində olan misalımızda iki eyni hərfin bir-birinə olan münasibəti idi. Düz? Amma başqa bir misallarda yaxşı, məsələn, məxrəcləri bir-birinə yaxın olan hərflərin bir-birinə olan münasibətləri necədir? Bunların da öz xüsusi adları, isimləri vardır. O baxımdan biz idğamın burada hissələrin siz əzizlərə təqdim edirik. İdğam 3 hissədən ibarətdir. Mütəmasileyn idğamı, həmmisil. Yəni, iki eyni hərfin idğam olunması. Bu hərflərin idğam olunması lazımdır. İstər bir kəlmədə olsunlar, istər iki kəlmədə olsunlar. Buna mütəmasileyn, həmmisil, yəni eyni cinsli hərfin idğamı. Məsələn, kəflə kəf hərfinin idğamı. Biz buna misal olaraq məsələn, yud, rik, kum, yudrik, kum. Diqqət edirsiniz, iki dənə kəf hərfi. Necə idğam olmalıdır? Yudrik, kum. Birinci hərfi götürürük və ikinci hərfin üzərinə təşdid qoyuruq və tələffüz edirik. Yudrikum. Buna deyirlər mütəmasileyn idğamı. İkinci, mütəcaniseyn idğamı. Həmcins, yəni eyni məxrəcdən çıxan, amma başqa hərflərdən ibarət olan idğam. Buna deyirlər mütəcaniseyn idğam. Bir məxrəcdən çıxan iki hərfin idğam olunması. Məsələn, ta hərfi ilə biz tə hərfin burada misal vura bilərik. Ta və ya tə. Biz yadınızda olsa məxrəc bəhsində ta ilə tənin eyni məxrəcdə olmasını mən qeyd eləmişdim. Yəni, bunların məxrəcdə fərqləri sadəcə bunun qalın, birisinin inci olmasından ibarət olan bir məsələ idi. Bunların əhkam məsələsində, bəli, bu idğam mütəcaniseyn idğamı adlanır. İki dənə eyni cinsli, yəni məxrəci eyni, amma sifətləri başqa olan hərflərin idğamı. Bu da özü 7 yerdə, Quran-ı Kərimdə cəmsi 7 yerdə bu idğam baş verir. Biz bunları bir inşallah sizlərə təqdim edirik. Birincisi, müdğəm ta hərfi. Yəni, müdğəm birinci hərfdir, müdğəm fi ikinci hərfdir. Birinci idğam olmuş ta hərfi çatır 2 nöqtəli tə hərfinə. Bu zaman birinci bəsat tə kəlməsi ilə ta hərfi ilə giriş olacaq, tə hərfi ilə nə olacaq? Çıxış olacaq. Məsələn, bəsat tə necə olmalıdır? Bəsat tə. Ta hərfinə giriş qalın formada, çıxış isə 2 nöqtəli tənən. Niyə? Çünki burada birinci hərf ta hərfidir. Dedik ki, birinci hərfi aradan aparırıq. İkinci hərf necədir? Onun yerində təşdidlə olmalıdır. Amma burada istisna olaraq ta hərfinə giriş qalın formada girib, tə hərfinə çıxışı isə incə formada olmalıdır. Bu bizim birinci misalımız. İkinci misal, bunun əksi olaraq giriş tə hərfi iləndir, çıxış isə ta hərfi iləndir. Yəni, birinci hərf tə hərfi, ikinci hərfimiz isə ta hərfi. Buna biz burada misallarla gərək qeyd eləyək. Birinci misalımızda ta hərfinin tə hərfinə olan idğamı. Yəni, ta hərfi ilə tə hərfi. Bu birinci.
Misal olarak bəsatdə, bəsatdə. Biz birinci ta hərfin, deməli, t hərfin üzərinə nə qoymalıyıq? Təşdid qoymalıyıq. Bəsatdə. İdğam, yəni bu istiqamətdə olur. İkinci, burada bizim idğamımız t hərfi, ta hərfi tamamilə əksinə. Məsələn, qalət, taifətən, qalət taifətən. Bəs necə idğam olunmalıdır burada? Qalət taifətən. Biz gərək bunların idğam olunmuş formasında yazaq. Bu birinci, üzr istəyirəm, birinci forma elə bu forma yazılır. Bu forma yazılmalıdır. İkincisində amma t hərfi tamamilə nədir? Aradan gedir. Biz burada yazmalıyıq. Qalət taifətən. Diqqət elədiniz. Birinci hərf t hərfi nə olmalıdır? Aradan getməlidir. Bizim üçüncü mütəccanisin, yəni həmcins idğamlarından dəllə t hərfidir. D, t. İkisi də eyni məxrəcli olan hərflərdir. Dəllə t hərfinin münasibəti, yəni idğam münasibəti. Abədtum. Abədtum. Necə idğam olmalıdır? Abədtum. Abədtum. Bu da dəl hərfi ilə t hərfinin münasibəti. Və bunun əksi olaraq dördüncüsü t ilə dəl hərfinin münasibətidir. Əziz Quran öyrənənlər, təcvidlə maraqlananlar, diqqət edirsiniz, əslində bura qədər biz 2 dənə qayda keçmişik. Yəni, ta hərfinə t, t ilə ta. Dəllə t, t ilə dəl. Bu, yəni elə də çətin deyil, yadda saxlamaq mümkündür. Yəni çox asandır. Əlbəttə bu yerlərdən başqa, bu misallar ki burada söylənilib, bu misallardan başqa Quran-Kərimdə əlavə bir başqa bir formalı idğamlar yoxdur. Məsələn, ucibət dəvatukumə. Ucibət sakin dəvatukumə. Tukum məsələn. T hərfi, burada diqqət elədiniz, dəl hərfi necə olmalıdır? Ucibət dəvatukumə. Ucibət dəvatukumə. Əslində Quran-ı Kərimdə bu forma da yazılır. Yəni bu yazılış əsas ondan ibarətdir ki, idğamı bilən insan üçün onun fərqi yoxdur. Bu forma yazılsın və yaxud da bu forma yazılsın. Onun heç bir fərqi yoxdur. Beşincisi, iz zələmu. Zəl hərfi ilə za hərfinin münasibəti. Məsələn, iz zələmu. İz zələmu. Olacaq. İz zələmu. Zəl hərfi aradan gedir. Da mən misalların əlavə izah eləmirəm. Zəl hərfi aradan gedəcək. Va hərfi necə oxunacaq? Onun yerində oxunacaq. Altıncısı, yəni bu bir formadadır. Zəl hərfi qabaqda gəlir. Va hərfi ondan sonra gəlir. Bunun əks forması demək olar ki, yoxdur. Biz yuxarıdan silək və 6-7-ci şərtimizi də yazaq. Mütəccanisin idğamı üçün və bəhsimizi tamam edək inşallah. 6-cı bəhs, yəni 6-cı fənən zənin münasibəti. Yəlhəf zəlikə. Yəlhəf zəlikə. Misal, yəlhəf zəlikə.
Yəlhəz zəlikə. Yəlhəz zəlikə. Biz bunu əslində iki cür oxuya bilərik. Yəni ixtiyar sahibiyik. Biz burada yəlhəz zəlikə də oxuya bilərik. Yəlhəz zəlikə də oxuya bilərik. Bu istisnadır. Yəni 6-cı və 7-ci şərtlər istisnadır. Bunu yadımızda saxlayaq. Və bənən mim hərfinin münasibəti. Bənən mim hərfinin münasibəti. Bə mim. İrkəb ma'ana. Burada da yenə irkəb ma'ana kəlməsində yenə həmçinin biz həm irkəb ma'ana qalqalə ilə oxuya bilərik. Burada bilirsiniz, qəlqələ baş verir. Və idğam da edə bilərik burada. İrkəm ma'ana mim hərfinə təşdid verərik və burada bə hərfi nə olur? Aradan gedir. Burada da irkəm ma'anədə vəsl həmzəsidir, birləşdirici. Bunu da izah edirəm ki, əziz dostların üçün ra hərfi burada ki, bu bəhsdən qabaqki elə bəhsimiz bundan ibarət idi ki, qalın oxunur. Düzdür, şərt idi burada. Ra hərfi incə oxunmalıdır. Amma birləşdirici həmzə hesabından ra hərfi özü burada da qalın oxunur. Bu da bir xatırlama idi ki, mən xatırladım. Bəhsimiz nədən ibarətdir? Bəhsimiz idğam bəhsindən ibarətdir. 6-cı və 7-ci şərtlərdə biz eləyə bilərik. Həm yəlhəz zəlikə, yəni idğamsız oxuyaq və həm də idğamla oxuyaq. Məsələn, yəlhəz zəlikə idğamsız oxunanda olur. İrkəb ma'ana. İdğamla oxunanda olacaq irkəm ma'ana. Bu bizim idğam bəhsimizdə olan idğamın 3 növdür ki, onun biz ikisin, mütəmasileyin və mütəcaniseyin. Bura qədər biz mütəcaniseyin idğamında şərtlərin siz əziz dostlarımıza dedik Allahın izni ilə. Bizim qalır idğam bəhsində bir bəhsimiz ki, mütəqaribeyn idğamı. Mütəqaribeyn idğamı yəni mənası bundan ibarət ki, məxrəcləri bir-birinə yaxın olan hərflər. Bilirsiniz, əziz dostlar, eyni məxrəcli hərflər var, məxrəcləri bir-birinə yaxın olan hərflərdə var. Məsələn, ləm hərfi ilə ra hərfi. Məxrəcləri eyni məxrəc olmasalar da, amma ləm, ra məxrəcləri bir-birinə yaxındır. Biz təfxim və tərqiq bəhsində də bu məsələyə toxandıq. Ləfz-i cəlalə kəlməsində dedik ki, ləm hərfi orada təqliz adlanır, təfxim adlanmır. Niyə? Çünki ləm hərfi ilə ra hərfinin məxrəclərinin arasında cüzi olaraq fərq var. Ra hərfi təfxim adlanır, ləm hərfi isə təqliz adlanır. Yəni təfximdən biraz bir sözlə aşağı, qəliz mənasındadır əslində. Məxrəcləri mütəqaribenin bir sözlə tərifini deyirəm. Məxrəcləri bir-birinə yaxın olan və yaxud eyni sifətə malik olan iki hərfin idğam olunmasına mütəqabilin idğamı deyilir. Bu idğam təkcə iki yerdə riayət olunmuşdur. Bir, qul Rabbi kəlməsində ləmlə ra'nın münasibəti, nəxluqukum qafla kəfin münasibəti, bir-birinə olan münasibəti. Bunlar da bir sözlə birinci hərf aradan gedəcək. Yəni, qul Rabbi kəlməsində ləm aradan gedir, olur qur Rabbi. Qul Rabbi olur qur Rabbi. Bəl Rabbukum olur bər Rabbukum. Və ələm nəxluqukum kəlməsində olan idğam olacaq ələm nəxluqukum. Ələm nəxluqukum. Bu da bizim idğam bəhsinə aid olan misallar və o cümlədən təriflər. İnşallah siz geniş formada
Təcvid elmi 1 adlı kitabdan da inşallah daha yaxşı, ətraflı bir sözlə istifadə eləyə bilərsiniz. Əlbəttə ki, biz dərslərimizdə tam olaraq, yəni belə deyək, izah formasında keçirik. Amma əlavə misallar, əlavə sözlər ki, burada var, siz onları mütaliə edib daha da artıq bir şeylər öyrənə bilərsiniz Allahın izni ilə. Çünki dərs elədir ki, bütün kitabı bu zamanın qısa olduğuna görə, yəni bu hamısının bir sözlə bu verilişlərdə yerləşdirə bilmədiyimizə görə biz qısa şəkildə bunları izah edirik. Bu izahlar özü kifayət eləyər ki, siz o kitabın qalan hissələrini oxuyub başa düşəsiniz. Bu özü yəni yetərincə kifayət edir. İnşallah gələn dərslərdə görüşmək ümidi ilə sizləri Allaha tapşırıram. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.